Soruşurlar ki, düz bağırsaqda papilloma və hiperemiya diaqnozu nə fəsadlar verə bilər? Papilloma dediyimiz düz bağırsağın çıxış hissəsində də ola bilər. Daha çox bağırsaqdan kənarda, anus ətrafında olur papilloma. Virus mənşəli bir törəmədir. Törəmə dediyimiz dəri elementidir. Onun fəsadı ağrı ola bilər, onun fəsadı qaşınma, göynəmə ola bilər. Onun fəsadı bəzi hallarda qanama ola bilər. Bunun da müalicəsi, əgər çöldə dəri ətrafındadırsa, anus ətrafındadırsa, onu dermatoloqlar xüsusi yandırma ilə yandırırlar. Bağırsağın içindədirsə, biz gastroenteroloqlar xüsusi lazer ucluqlarla həmin yerləri yandırırıq. Və fəsad dediyim fəsadı. Hiperemiya isə həmin nahiyənin iltihablaşmasıdır. Hiperemiya da eyni qaşınma, göynəmə, bir diskomfort hissi verə bilər. Yəni, başqa bir təhlükəli fəsadı yoxdur. Sadəcə saydıqlarım və o da müalicə olunandır.